əgər narazıçılar yaşayırsınızsa, vəzifə təlimatı yazılı olsa yaxşı olar, bəsit şəkildə bunları danışmışdıq. Şirkətin özünüzün qaydalarını mütləq yazın, şirkət mədəniyyət qaydaları. Bunlar haqqında AI-dan rahat şəkildə məlumatlar ala bilərsiniz. AI sizə bir fikir ortaya verəcək və onun üzərində götürüb işləyəcəksiniz, düzəlişləri eləyəcəksiniz, özünüzə uyğunlaşdıracaqsınız, hop, print eləyəcəksiniz, verəcəksiniz əməkdaşa, biri də özünüzdə və yaxud da ümumi şirkət mədəniyyət qaydalarında şirkətin ortasında, iclas otağında, nə bilim, resepsiyonda olacaq, lazım oldu. Hər kəs bir də o qaydalara hər kəs oxuyub imza atacaq ki, oxudum, tanış oldum, qəbul edirəm deyə mütləq şəkildə önəmlidir. Bu tipli sənədlərdən biri məxfilik sənədidir. Maliyyə mühasibatlıq şöbəsində işləyən əməkdaşlar üzrə bağlaya bilərsiniz. Satın almada işləyən əməkdaşlarla bağlaya bilərsiniz. Satışda işləyən əməkdaşlarla bağlaya bilərsiniz. Məxfilik müqaviləsi deyək ki, işdən çıxdıqdan sonra və yaxud iş vaxtı ərzində və işdən çıxdıqdan sonra şirkət məlumatlarının kənara ötürülməsinə əlaqədar bir məsuliyyət. Bu istərsəniz bir tık önləyir bu məsələnin qarşısını alır. Ən azı yadına düşür ki, mən belə bir müqavilə imzalamışam. Sabitsin bu məhkəməyə əsas ola bilər. Ola bilər, çox ciddi bir məsələ çıxa bilər qarşınıza. Vacib bir şirkət sirri kənara gedə bilər. Yəni bunun qarşısı bu vasitələ alına bilər.